Bəzən ən təhlükəli şey heç bir ağrı verməyəndir. Kolesterin kimi. İnsan gülür, danışır, amma onun ürəyi artıq təhlükədədir. Sizin kolesterin səssizcə damarlarınızı zədələyə bilir. Problem ondadır ki, siz bunu hiss etmirsiniz. Pis kolesterin LDL damar divarında toplanır. Bu tıxaç kimidir. Qan axını dayanır, nəticə infarkt. Yaxşı kolesterin HDL damarlarınızı təmizləyib, ürəyinizi qorur. Ama təkcə bunlar deyil, son zamanlar genç insanlarda miyokard infarktının yaranma riski gittikçe arttı. Bu qanda olan L-Fazualının, bu genetik amildir, onun artmasıyla bağlı ola bilər. L-Fazualı nə qədər yüksək olarsa, infarkt yaranma riski bir o qədər yüksək olar. Ona göre hiçbir şikayetiniz olmasa bile ilde bir defa kan analizi verin, kolesterini nəzarətdə saxlayın, sağlam qidalanın, çox hərəkət edin, çox gülümsəyin. Ne kadar çok hareket etseniz bir o kadar yüreğinize teşekkür edecek, yüreğinizi koruyun sevin çünkü içinde sevdikleriniz var.